Слава Господу. Şükür Rəbbə. Спасибо большое за такое поклонение. Belə bir Ситающее. istayişə görə Rəbbə minnətdarım. Да, Çox спасибо sağ olun. каждому из Hər вас. birinizə minnətdarım. Я верю, что эта атмосфера, которую мы переживаем, это не только те, кто поют. Mən inanıram ki, burada tək oxuyanlarla baş vermir bu mühit. Bizim hər birimizdən baş verir. И не только те, кто поют с микрофоном, Yəni nəinki burada mikrofonda oxuyanlar, не только те, кто поют в зале, nəinki zalda oxuyanlar, но это каждый из нас. hər birimiz. Это просто то, что мы вместе, мы поклоняемся. Sadəcə olaraq bu hamımız bir yerdə ibadət eləyirik. Вы- İstayiş eləyirik. Да. У нас будет интересная проповедь. Bizim çox maraqlı bir vəzimiz olacaq. Сегодня я думал об этой проповеди, Mən bu gün bu vəz haqqında düşünürdüm. и я хотел больше слышать, больше думать, больше видеть о том, о чем я буду проповедовать. Mən daha çox eşitmək, daha çox görmək və Да. eşitmək istəyirəm bu vəz İstəyirdim, haqqında. aha. İstəyirdim bu vəz haqqında. И я задал на YouTube в поиск, я просто написал в поисковик «Дух Святой». Mən YouTube-da sadəcə axtarış yerinə yazdım ki, müqəddəs ruh. Мне было интересно, что выйдет. Mənim üçün maraqlı idi ki, nə çıxacaq orada. И я ожидал увидеть очень много проповедей, проповедников. Və mən çoxlu orada vaizləri, vəzləri И gözləyirdim. хотел просто, посмотреть. Sadəcə baxmaq istəyirdim. И я написал, и мне вышли, и результат вышел. Və yazdım və И было nəticələr очень много, çıxdı. тысячи всего Минлерlə. вышло. И я начал листать, Və mən səhifələməyə başladım. И это песни поклонения, и песни поклонения, и песни Və поклонения. burada ancaq sitayiş nəğmələri var idi. Я не mahnılar. знаю, через сколько этих листаний я наткнулся на первую проповедь. Mən bilmirəm nə qədər mən vərəqlədim və nə qədərdən sonra mən ilk vəzə çatdım. Затем я еще листал и Sonra наткнулся на yenə də следующий. vərəqləyirdim, səhifələyirdim. Но это было в моем сердце, и Amma bu mənim ürəyimdə idi. я просто думал Mən sadəcə olaraq о düşünürdüm. том, насколько нам важно слышать Bizim üçün nə qədər vacibdir eşitmək, о Духе Святом. müqəddəs ruh haqqında eşitmək. Есть такая книга, она богословская. Belə bir ilahiyyat kitabı var. Ее написал Чарльз Райри. Charles Riley yazıb onu. И в этой книге он называет этот век Духа Святого. Və bu kitabda bu əsri müqəddəs ruhun əsri adlandırır. Но потом он поясняет. Və sonra o izah eləyir. Он говорит, я называю этот век так, потому что в этот век мы очень много говорим о Духе Святом. Deyir ki, mən ona görə bu əsri belə adlandırıram ki, bu əsrdə biz çoxlu müqəddəs ruh haqqında danışırıq. Но, к сожалению, Amma təəssüf ki, очень часто мы слышим о Духе Святом, но слышим не по Писанию. çox vaxt biz müqəddəs ruh haqqında eşidirik, amma yazılardan eşitmirik. Yazılara görə eşitmirik. А мы говорим, мы хотим, чтобы Дух Святой вел нас, мы хотим слышать о Духе Святом. Biz istəyirik ki, müqəddəs ruh bizi aparsın. Biz müqəddəs ruhdan eşitmək istəyirik. Я думал о том, насколько важно нам узнавать природу Духа Святого. Mən o barədə düşünürdüm ki, müqəddəs ruhun təbiəti haqqında nə qədər vacibdir bilmək. Насколько важно нам изучать, Müqəddəs ruhun nə qədər vacibdir что öyrənmək. говорит Писание о Духе Святом. Yəni müqəddəs ruh haqqında yazılar, müqəddəs yazılar nə deyir?
И, конечно, очень важно изучать его действия. Əlbəttə, onun hərəkətini araşdırmaq, öyrənmək Безусловно, vacibdir. безусловно. Очень Şərtsiz. важно изучать то, что он делает. Çox vacibdir ki, müqəddəs ruhun işlərini nə edir, onları öyrənmək Но çox vacibdir. также его личность. Həmçinin onun şəxsiyyətini. Кто такой Дух Святой? Müqəddəs ruh kimdir? Важно нам думать об этом. Bizə bu barədə bilmək çox vacibdir. О его роли, Onun rolu haqqında. роли, которую он занял. Onun tutduğu rol. И это удивительная позиция. Bu çox möcüzəli bir, inanılmaz bir mövqedir. Я ее представляю себе так, если визуализировать, я ее представляю себе таким образом. Əgər biz bunu gözlə görünən kimi təsvir eləsək, belə təsvir eləyirəm. Когда Христос, Он вознесся Nə vaxt ki, Məsih göylərə и qalxdı воссел по правую руку от Отца, və atanın sağında oturdu, написано Дух Святой, Он снизошел. yazılıb ki, müqəddəs ruh onun üzərinə И это indi. не просто век Духа Святого, это тысячелетие Духа Святого. Yəni bu müqəddəs ruhun əsri deyil, minilləridir, minillikləridir. Это Его время. Bu onun Это vaxtıdır. время, когда Он действует. Bu onun vaxtıdır. Hansı vaxt ki o Это hərəkət время, edir, когда Он говорит. o danışır, И həmən vaxtda. Да, это время, когда Он являет. Onun vaxtıdır ki, o zühur edir. Это время Его работы. Onun əməlinin, Это işinin на самом vaxtıdır. деле Его время. Это время Духа Святого. Bəli, bu müqəddəs ruhun vaxtıdır. Время, когда Он обличает. Müqəddəs ruh nə vaxt ki ifşa edir И самое главное, və əsas vacib и olan Он bir şey выбрал эту позицию. və o bu mövqeyini tutub И так удивительно думать об этом характере. və bu xasiyyət haqqında düşünmək çox maraqlıdır. Он тот, кто прославляет Иисуса Христа. O İsa Məsihi Он izzətləndirəndir. тот, кто являет Иисуса Христа. O İsa Məsihi Он göstərəndir. тот, кто указывает на Иисуса O Христа. İsa Məsihə işarə edəndir. Он тот, кто... Вот что Он делает. O bax belə edir. Он становится невидимым, O gözə görünməz olur. но своей силой он показывает на Amma Иисуса Христа. Öz qüdrəti ilə İsa Məsihə göstərir. Всем, что Он делает. Bütün etdikləri ilə. Какой это характер, а? Bu necə bir xasiyyətdir. Бог, который становится невидимым Görünməz olan Allah, yəni özün görünməz edir и показывает Иисуса Христа. və İsa Məsihi göstərir И прославляет Иисуса və İsa Христа. Məsihi izzətləndirir. Мы узнаем Иисуса Христа посредством Духа Святого. Biz İsa Məsihi müqəddəs ruh vasitəsilə tanıyırıq. Да. Хорошо, давайте помолимся. Gəlin dua eləyək. Отец наш Небесный, Господи, спасибо Тебе за такое особенное время Səmavət atamız, bu xüsusi bir vaxta görə çox sağ ol и за поклонение, Господь, və sitayişə görə çox sağ ol. и Yəni. за Духа Твоего. Sənin ruhuna görə çox sağ ol. Спасибо Тебе Çox sağ ol, yəni. за то, что Твой Дух обитает в нас, Sənin ruhun bizdə и sakinləşdiyinə Он görə çox sağ ol. действует, и Он живой, Və o hərəkətdədir, o и canlıdır. Он Дух сильный. O güclü ruhdur. И Он являет нам Твоего Сына. Və o sənin oğlunu bizə göstərir. Просим Тебя дать нам способность быть еще внимательнее к Твоему Духу. Səndən xahiş edirik ki, sənin ruhuna olan diqqətimizə daha diqqətli olmağa bizə Еще чувствительнее к Твоему biz Духу, olaq və sənin ruhuna qarşı daha həssas olaq. чтобы Он мог вести нас и направлять нас и обучать нас. O bizi aparsın və o bizi öyrədə bilsin, istiqamətləndirə bilsin. Благослови сейчас это слово Bu sözə indi xeyir dua ver. во имя Иисуса Христа. İsa Məsihin adıyla. Аминь. Amin. Итак, как мы уже сказали, Artıq dediyimiz kimi, очень важно думать о
о личности Духа Святого. Müqəddəs ruhun şəxsiyyəti haqqında düşünmək çox vacibdir. И мы сейчас будем говорить также о его действии. Və biz indi onun hərəkətləri haqqında danışacağıq. Но то, что он делает, исходит из его личности. Onun etdikləri onun şəxsiyyətindən irəli gəlir. Я не могу правильно понять его действия, если я не буду знать, кто он. Əgər mən bilmirəmsə ki, müqəddəs ruh kimdir, mən onu düzgün anlamayacağam. Я не могу понимать, для чего он это делает. Və mən başa düşməyəcəm ki, o niyə görə bu hərəkəti edir. Но да, давайте перейдем к Писанию. Yəni yazılara keçək. И эта книга Ездры. Bu Əzra'nın kitabıdır. Как вам такая проповедь? Проповедь о Духе Святом из книги Ездры. Əzra'nın kitabından müqəddəs ruh haqqında olan bir vəz necədir sizin üçün? Книга Ездры, 1 глава. 1-ci fəsil, 1 стих. 1-ci bənd. В первый год Кира, царя Персидского, во исполнение слова Господня из уст Иеремии возбудил Господь дух Кира, царя Персидского, и он повелел объявить по всему царству своему словесно и письменно. Deməli, Rəbb Fars padşahı Kirin hökmranlığının 1-ci ilində Yeremiyanın dili ilə dediyi sözü yerinə yetirdi. Yerinə yetirmək üçün Kiri ruhlandırdı. Burada əgər görsən. Görəcəm. Ага. На азербайджанском языке написано, что он ободрил его. Azərbaycan dilində deyilir ki, ruhlandırdı. Bilət mən verə bilərsən. Да, в азербайджанском языке написано ободрил. Azərbaycan dilində ruhlandırdı deyilir. В русском переводе написано возбудил Господь дух Кира. Rus dilində isə deyir ki, Kiri oyatdı. В оригинале здесь используется слово «ор». Orijinalda nə? «Ор». Or sözüdür. Это означает, что кто-то резко будит меня. Bu o deməkdir ki, kimsə qəfildən məni И я oyadır. резко просыпаюсь. Və mən qəfildən Это не так, oyandım. что я просыпаюсь медленно Yani bu и belə deyil ki, сонный. mən belə yuxulu, belə Но bir təhər yuxudan кто-то будет меня, и я вскакиваю. Yox, kimsə məni qəflətən Как oyadır будто və mən кто-то sıçrayıb будет ayağa меня, qalxıram. как будто кто-то будет меня громким сигналом. Kimsə məni ucadan bir siqnal səsindən oyadır. И я встаю очень возбужденный. Və mən çox belə həyəcanlı şəkildə ayağa dururam. Да, другой возможный перевод для этого слова даже раздраженный. Hətta deməli biraz əsəbi vəziyyətdə, gərgin vəziyyətdə Я как бы, oyanıram. когда это касается даже моей нервной системы, Hətta bu mənim əsəblərimə toxuna bilər. Господь, вот что сделал Господь с Киром. Bax, Rəbb Kirlə belə etdi. Он возбудил дух О. Кира. Kirin ruhunu oyatdı. Он поднял его дух. Onun ruhunu qaldırdı, Ага, разбудил, да? oyatdı, Да. ayağa qaldırdı. И затем написано, Кир, он повелел объявить по всему царству своему словесно и письменно. Sonra da deyilir ki, ona deməli söz ilə dediyi sözü yerinə yetirmək üçün ruhlandırdı. Kiri ruhlandırdı. Мгм. И он дал повеление. O əmr verdi. Он дал повеление. Əmr verdi. И разослал его по всем царствам. Və bütün padşahlıqlara göndərdi. Обычно люди не очень сильно настроены позитивно по отношению к повелениям со стороны руководства. Adətən insanlar rəhbərlik tərəfindən verilmiş əmrlərə yerinə yetirmək üçün müsbət
istiqamətlənmir. Обычно это не очень ободряет людей, Adətən belə ruhlandırmır onları. когда кто-то повелевает Yani сделать kimsə что-то. əmr edir, Это не kimsə то, deyir. что вот веселит нас, Yəni, ободряет bizi нас. şənləndirmir, bizi ruhlandırmır. Но это повеление, Bu əmrdir. повеление царя Кира, Kir padşahın əmri idi. оно было удивительно воспринято. O çox möcüzəvi bir şəkildə qəbul olundu. 5 стих говорит: 5-ci bənd deyir: «И поднялись главы поколений Иудиных и Вениаминовых, и священники, и левиды, и всякий, в ком возбудил Бог дух его, чтобы пойти и построить дом Господень, который в Иерусалиме». Yahuda, Binyamin qəbilələrinin nəsil başçıları, kahinlərlə Levililər, eləcə də Allahın ruhlandırdığı bütün adamlar Rəbbin Yerusəlimdəki məbədini tikmək üçün yola düşməyə hazırlaşdılar. Итак, правитель дал повеление, Hökümdar əmr verdi. Бог возбудил его дух, Tanrı onun ruhunu oyatdı. он dал повеление. O əmr verdi. И затем написано, Бог возбудил дух также многие группы людей. Sonra yazılıb ki, çoxlu insan qruplarının da ruhunu oyatdı Tanrı. Поколение Иудины, Вениаминовы, священники, левиты. Kahinlərin, Binyamin, Yahuda qəbilələrinin, nəsil başçılarının И другие. və s. Написано и другие. Və yazılıb ki, başqalarını. Это не все, и другие группы людей. Yəni bu tam deyil, yəni başqa qruplar da var idi. Началось невероятное движение. Və inanılmaz bir hərəkat başladı. 6 стих говорит: 6-cı bənddə deyilir «И ki, все соседи их». deməli, araları, bütün qonşuları onların Да, и все соседи их, они помогали им. və bütün qonşular onlara kömək edir. Все соседи их. Bütün qonşular. Дух Святой Müqəddəs ruh коснулся Кира. kirə toxundu. Дух Святой коснулся Кира. Müqəddəs ruh kirə toxundu. Дух Святой поговорил с Киром. Müqəddəs ruh kir ilə danışdı. Он поднял его, он разбудил его. O, müqəddəs ruh kiri oyatdı. Дух Святой сказал что-то Киру. Müqəddəs ruh kirə nəsə dedi. И это коснулось его, это было очень убедительно. Və bu çox əmin şəkildə И deyilmişdi. Кир поверил в это. Kir buna inandı və И ona Кир toxundu bu. зажегся этим, и он встал. Və o alovlandı və qalxdı ayağa. И затем Кир говорит это. Və sonra Kir bunu deyir. И множество людей, они слышат это. Və çoxlu adamlar bunu eşidir. И Дух Святой касается этих людей. Və müqəddəs ruh bu insanlara toxunur. И Дух Святой возбуждает их дух. Müqəddəs ruh onların ruhunu oyadır. Израильтян, Yahudilərin, и не только, İsraillilərin и və не только, nəinki onların, и не только. nəinki onların. Это движение Духа Святого. Bu müqəddəs ruhun hərəkatıdır. Как оно начинается? Bu necə başlayır? Один человек, Bir adam, Дух Святой поговорил с одним человеком. müqəddəs ruh bir adamla Вот danışır. оно начало. Вот оно начало. Bax, başlanğıc budur. Дух Святой поговорил с одним Müqəddəs человеком. ruh bir adamla danışdı. И затем больше и больше людей. Они встают и они делают что-то. Sonra daha çox adam və insanlar ayağa qalxır və bu işi edirlər. Это не просто сказать аминь, это не просто, что твое настроение поднялось, это не просто ты порадовался немного и Bu sadəcə успокоился. amin demək deyil və sən əhval-ruhiyyən biraz qalxdı və Когда Sevindim biraz. да, когда это Дух Святой. bu müqəddəs ruh olanda Когда Дух Святой возбуждает твой дух, nə zaman ki müqəddəs ruh sənin ruhunu oyadır, ты можешь встать и пойти. sən ayağa qalxıb У gedə тебя есть bilərsən. силы на это, ты можешь встать и пойти. Sənin gücün olur, sən ayağa durursan və И gedirsən. ты можешь сказать об этом другому. Sən bunu başqasına И deyirsən он встанет и пойдет. və o ayağa qalxacaq və Когда gedəcək. это Дух Святой, Nə vaxt ki bunu müqəddəs это ruh может deyir. быть невероятным движением. Bu inanılmaz bir Когда hərəkət это ola Дух bilər. Святой. Nə vaxt ki müqəddəs ruh Не когда deyir. это харизматичный правитель. Bu xarizmatik bir
lider, hökümdar Никогда, deyəndə deyil. никогда Кир просто делает все правильно. Nə vaxt ki Kir hər şeyi düzgün eləyir, bu Но, o vaxt deyil. но когда Дух Святой, Он касается сердца Кира, Lakin müqəddəs ruh Kirin ürəyinə toxunanda происходит что-то невероятное. inanılmaz bir şey baş verir И это просто идет дальше и дальше и və дальше. bu gedir, И это davam работает. edir və bu işləyir. И мы хотим этого, правда? Biz bunu istəyirik Мы хотим того, чтобы Бог сделал это с нами. və biz istəyirikmi ki Allah bunu bizimlə etsin? Чтобы Дух Святой коснулся нашего духа Müqəddəs ruh bizim ruhumuza и toxunsun возбудил наш дух. və bizim ruhumuzu И oyatsın. мы верим в это, что у Него нет границ. Və biz inanırıq O ki, него onun нет. sərhədləri yoxdur. Это может pойти дальше. Bu Это может возрасти. daha da irəli gedə bilər və böyüyə bilər. Это может стать чем-то огромным. Bu daha bir nəhəng bir şeyə çevrilə bilər. Не из-за того, кто мы такие. Ona görə yox ki, biz beləyik. Это не о царе Кире. Bu Kir padşaha Это aid deyil. bu не söhbət. о левитах, не о иудеях, не о Levililərə, Yahudalara вениаминцянах. aid deyil. Это о том, что Дух Святой возбудил их дух. Bu ona aiddir ki, müqəddəs ruh onların ruhunu oyatdı. Это о том, как Дух Святой действует. Bu o haqdadır ki, müqəddəs ruhun belə hərəkət edir, hərəkətləri haqdadır. Второе послание к Коринфянам, Korinflərə 2-ci məktub, 8 глава. 8-ci fəsil. А до этого я хочу сказать, Ondan qabaq mən demək istəyirəm ki, как мы уже сказали, мы хотим, чтобы Дух Святой делал это с нами. biz istəyirik, bundan əvvəl dedim ki, biz istəyirik ki, müqəddəs ruh bunu bizimlə etsin. Знаете, Дух Святой, а Дух Святой, Он хочет. Müqəddəs ruh istəyir. Он хочет оживления. O canlanma Он istəyir. хочет действовать в этом мире больше. O bu dünyada daha çox Он hərəkət хочет etmək istəyir. являть Христа больше. O daha çox Məsihi Это göstərmək Его istəyir. воля. Bu onun Это на все sahəsidir. 100% Его воля. Bu onun iradəsidir, üzr istəyirəm. Bu onun iradəsidir. Мы молимся как христиане. Biz Господи, дай оживление, Христианlar Господи, дай dua пробуждение. edirik Мы və- молимся об этом. canlanma ver ya Rəbb və biz buna inanırıq. Я слышал одну такую молитву, тоже на Ютубе, кстати. Belə bir deməli YouTube-da belə bir dua eşitmişdim. Почему Бог не слышит наши молитвы о пробуждении? Niyə görə Allah bizim canlanma haqqında dualarımızı eşitmir? Бог хочет этого. Allah istəyir. Дух Святой хочет пробуждения. Müqəddəs И Он ruh хочет canlanma действовать и istəyir действовать больше. və o hərəkət etmək istəyir və daha çox. Но также и я хочу знать того, кто это пробуждение Эледжидермен. приносит. Я хочу знать того, кто приносит это пробуждение. Və mən tanımaq istəyirəm ki, bu oyanışı kim gətirir? Я хочу знать Духа Святого. Mən müqəddəs ruhu tanımaq istəyirəm. Я хочу знать Его в Библии. Mən onu Bibliyada Я tanımaq хочу istəyirəm. различать Его. Mən onu ayırd etmək istəyirəm. Второе Коринфянам, Korinflərə 2-ci məktub, 8 глава, 8-ci fəsil, 16 стих. 16-cı bənd. Благодарение Богу, вложившему в сердце Титова такое усердие к вам. Titin ürəyində sizin üçün eyni cəhdi oyadan Allaha şükür olsun. 17 стих. Ибо хотя я и просил его, впрочем, он, будучи очень усерден, пошел к вам добровольно. Çünki Tit bizim xahişimizi qəbul etməklə kifayətlənmədi. Böyük cəhd göstərərək könüllü surətdə sizin yanınıza gəlir. Мне очень нравится эта картина. Mənim bu şəkil mənzərə çox И xoşuma она gəlir. для меня как параллельная картина, как к книге Ездры. Ezra kitabındakı mənzərə ilə eyni paralel gəlir mənim üçün bu. Павел говорит, Pavel deyir ki, я попросил Тита, mən Titdən xahiş elədim. я попросил Тита сообщиться с вами. Mən Titdən xahiş edim ki, sizinlə maraqlansın. Но затем он говорит, но он сам пошел. Sonra deyir ki, o özü getdi.
Как он сам пошел? Павел, ты же pопросил его. Axı o özü necə getdi? Axı Pavel sən ondan Нет, xahiş он не etdin. сам пошел. Yox, o özü getmədi. Ты попросил Sən его, ondan он xahiş пошел. etdin. Ты же сам сказал, это я pопросил. Axı sən özün deyirsən ki, mən xahiş etdim. Павел говорит, нет, Pavel deyir, yox. нет, есть большая разница Fərqi var. Böyük bir между fərq var. тем, как выполнить просьбу, Hansısa bir xahişi yerinə yetirməklə, между тем, как послушаться, qulaq asmaqla или тем, когда Дух Святой возбуждает Дух. və müqəddəs ruhunu oyadır. Есть большая разница. Yəni bunun arasında böyük Это не fərq потому, var. что я pопросил. Bu ona görə deyil ki, mən xahiş edirəm. Это Бог вложил в его сердце большое усердие. Allah onun ürəyinə böyük cəhdlər qoydu. Это был Дух Святой. Səy qoydu. Это был Бог. Müqəddəs ruh И idi. Павел Allah различил idi. это. Və Pavel bunu fərqləndirdi. Иначе для чего он пишет эти два Yoxsa стиха? bu iki bəndi niyə yazır burada? Он делает на этом ударение. O burada vurğulayır. Тит пришел к вам. Tit sizin yanınıza gəldi. И у него усердие от Бога. Allahdan cəhd göstərdi o, səy göstərdi. Я просил его. Mən ondan xahiş etdim. Но он пришел по-другому. Amma o başqa cür Это gəldi. было не так, что я попросил его, он O bu пришел. belə değildi ki, mən ondan xahiş etdim Я və o попросил gəldi. его, Mən ondan xahiş etdim. как Кир дал повеление. Necə ki, Kir əmr Но vermişdi. затем Дух Святой, Amma sonra müqəddəs ruh он возбудил дух o ruhu oyatdı. иудеев и вениаминитян, Yahudalıları və Binyamin qəbiləsi, и левитах, и всех других. Levilləri və başqalarına И Дух Святой, он возбудил və müqəddəs ruh Тита, Titi oyatdı и он дал ему усердие, və ona и он дал ему силы. səy verdi, güc И это verdi. нечто другое. Когда Дух Святой делает это нечто другое. Yəni müqəddəs ruh bunu edəndə bu başqa bir şeydir. Но мне нужно знать Духа Святого, чтобы увидеть это. Mən müqəddəs ruhu tanımalıyam ki, bunu görüm. Мне нужно знать Его. Mən onu tanımalıyam. Я хочу быть чувствительным к Нему. Mən müqəddəs ruha qarşı həssas olmalıyam. Я хочу быть внимательным к Нему. Mən müqəddəs ruha qarşı diqqətli Я olmalıyam. хочу Его uзнавать. Mən onu tanımalıyam. И я хочу быть чувствительным к тому, что Он хочет делать. Və mən həssas olmalıyam ki, o nə edir? Какое Его направление сейчас? Onun indi istiqaməti Куда Он necədir? хочет вести? O hara aparmaq istəyir? И когда я направлен по отношению к Нему, Və когда я направлен по отношению və к mən Нему, müqəddəs ruha münasibətdə istiqamətlənmişəm. я могу поймать свой дух Mən öz ruhumu tuta bilərəm. на том, как он просто Yani- возбужден от Бога. Yəni Allahdan necə ruhlandığı, oyandığını mən onu görə bilərəm öz ruhumu. Это nечто. Bu çox böyük bir şeydir. Когда Дух Святой обращается к Духу человека, это nечто. O zaman ki müqəddəs ruh insan ruhuna müraciət Это edir. невероятная сила. Bu inanılmaz bir gücdür. Это невероятный поток. Bu inanılmaz bir axındır. И это может пойти так далеко. Bu elə irəli gedə bilər ki, И я не должен думать о своей ограниченности. və mən öz məhdudiyyətimi Это не fikirləşməməliyim. обо мне. Bu mənim haqqımda Когда deyil. Дух Святой коснулся моего сердца в отношении чего-то, Nə vaxt ki müqəddəs ruh mənim ruhuma hansısa bir məsələyə münasibətdə это время toxunur. помечтать. Bu Помечтать. yəni arzulamaq Это vaxtıdır. время для того, чтобы мечтать с Богом. Это время для того, чтобы Bu o просто vaxtdır ki biz Allahla bir yerdə верить в то, arzulayırıq что Бог может это сделать. və biz inanırıq ki Allah bunu edə bilər И Он может сделать меня частью этого. və Allah məni bunun bir hissəsi edə bilər. Но я хочу найти это. Mən bunu tapmaq istəyirəm. Что Дух Святой хочет сделать в моей жизни. Müqəddəs ruh mənim həyatımla nə etmək istəyir? Что Дух Святой хочет сделать через мою жизнь. Müqəddəs ruh mənim həyatım vasitəsilə nə etmək istəyir? Я могу быть Киром. Mən Kir ola bilərəm. Я могу быть иудеянином. Mən Yahudalı ola bilərəm. Я могу быть соседом. Mən qonşu ola И у них у bilərəm. всех разные роли. Yəni hər birimizin müxtəlif Каждый из них rolları var. был на разных Onların позициях. hər biri cürbəcür Но они müxtəlif были частью mövqelərdəydi. движения, огромного движения Духа Святого в тот момент. Amma o anda onlar müqəddəs ruhun
böyük bir hərəkatının bir И я hissəsidir. хочу найти себя в этом. Və mən özümü Я, bunda tapmaq я хочу istəyirəm. найти себя в потоке Духа Святого. Mən özümü müqəddəs ruhun axınında tapmaq istəyirəm. Вот о чем я думал. Bax bu barədə А düşünürdüm. сейчас, когда мы будем молиться, İndi biz dua eləyən vaxtda давайте просто думать об этом. gəlin bu barədə düşünək. Это время Духа Святого. Müqəddəs ruhun Это vaxtıdır. Его время. Bu Это onun vaxtıdır. Он может сделать все. O hər У şeyi Него edə нет bilər. границ. Onun sərhədləri И yoxdur. то, что Он хочет явить Христа этому миру. O bu dünyaya müqəddəs ruhu göstərmək istəyir. И в Его этом желании есть место для меня. Və onun bu arzusunda mənim payım var. И я хочу быть на этом месте. Və mən o yerdə, mənim yerim var. O yerdə olmaq istəyirəm. Давайте помолимся. Gəlin dua eləyək. Да, Отец наш Небесный, Господи, спасибо. Bəli, səmavi atamız, çox sağ ol. Спасибо Тебе за то, что это Дух от Тебя. Çox sağ ol ki, bu ruh səndəndir. Спасибо. Çox sağ ol. Обучай нас, Господь, этой чуткости, чувствительности, внимательности. Öyrət bizə bu həssaslığı, dəqiqliyi. Мы так хотим учиться, Господь, относиться серьезно Biz ciddi yanaşmağı öyrənmək istəyirik. к Духу Твоему. Sənin ruhuna. Находить себя исполненными Твоим Духом. Sənin ruhunla dolan vəziyyətdə özümüzü tapmaq. Продолжай, Господь, работать своим Духом в нас. Davam elə ya Rəbb, öz müqəddəs ruhunla bizim içimizdə. Да, если кто-то из тех, кто слушает это послание, Bu vəzə qulaq asan insanlardan kimsə никогда до сих пор не верил и не принимал Иисуса Христа в свое сердце, bu vaxtıya qədər heç vaxtı öz ürəyində İsa Məsihə iman etməyibsə, знаете, что есть один Бог, bilirsiniz, bir Tanrı var, bir Allah var. но это Отец, Amma o atadır, и это Сын, o oğuldur и это Дух Святой. və o müqəddəs ruhdur. И чтобы прожить вечность с Богом, вам нужно принять в сердце Иисуса Христа. Allahla əbədiyyətdə yaşamaq üçün siz müqəddəs ruhu qəbul eləməlisiniz. İsa Məsih. İsa Məsihi qəbul eləməlisiniz. Потому что Дух Божий указывает на Иисуса Христа. Çünki Allahın ruhu İsa Məsihə göstərir. Потому что Отец указывает на Иисуса Христа. Çünki ata İsa Məsihi göstərir. Нам нужно принять Иисуса Biz onu Христа. qəbul eləməliyik. Дух Божий и Отец прославляют Иисуса Христа. Ata və müqəddəs ruh İsa Məsihi И izzətləndirir. мы хотим принять Его и прославить. Və biz də qəbul eləmək istəyirik və onu izzətləndirmək istəyirik. Поверьте в Него. Ona iman gətirin. İnanın ona. В то, что Иисус был на этой земле İnanın ki, İsa Məsih yer üzərində olub 2000 лет назад. 2000 il əvvəl Прожил святую жизнь. müqəddəs həyat yaşayıb. И затем пошел на крест за Sonra наши çarmıxa грехи. gedib bizim günahlarımız И üçün. затем воскрес. Sonra dirilib И сейчас Он одесную Отца. və indi atanın sağında oturur. А здесь, на нашей земле, Дух Святой работает. İndi isə bu yer üzərində müqəddəs ruh işləyir И стучится в ваше сердце. və sizin ürəyinizin qapısını döyür. Поверьте в это. İnanın ona. Да, Господь, спасибо. Bəli Rəbb, çox sağ ol. Да, во имя Иисуса Христа. İsa Məsihin adı ilə. Аминь. Amin.